Əvvəl video kontentləri ümumiyyətcə rus dilində çəkirdim də. Bilmirəm niyə mənə daha çox yəni marağı rus auditoriya idi. Fikirləşirdim ki, həm auditoriya böyükdür. Məsəl üçün 30 min Azərbaycanlı varsa, rus dilini bilən, məsələn bütün SNG rus dilini bilir də demək olar. Auditoriya böyük olduğundan yəni faydası daha böyükdür. Belə. Amma çox adam dedi ki, Azərbaycan dilində çək, Azərbaycan dilində çək, həm takipçilərim də dedi, tanışlarım da dedi. Azərbaycan dilində çəksən daha yaxşı olar. İndi Azərbaycan dilində başladım çəkməyə. Azərbaycan dilində çəkirəm, amma bu Telegram kanalı keçid eləyənlərin çoxsu rus dillidir. Yəni adlarından falan görsənir ki, çoxsu rus dillidir. Yəni özümə də maraqlı gəlir ki, yəni madəm ki bu hamısı rus dilini başa düşür, niyə Azərbaycan dilində çəkirdim da? Nə bilim. İndi yenə də Azərbaycan olsa kurslar, dərslər hamısı Azərbaycan dilində olacaq. Dərs deyəndə yəni dərs də deyil, mən də müəllim deyiləm. Sadəcə bildiklərimi paylaşacağam. İnşallah kiməsə bəlkə kömək olar.